Salam uşaqlar, bugün litosfer tavaları, platforma geosuxanlar, vulkan və zəlzələlər mövzusuna test tapışıqlarına baxacağıq. Vaxtımız qalsa, davam gəlmə mərhələrinə də baxacağıq. Zəlzələnin epicentri deyəndə onun ən güclü müşahidə edildiyi sahə nəzərdə tutulur. Yəni, burada yer səthində təkanların ən güclü müşahidə edildiyi sahə variantını götürürük. Dörd yarımkürədə yerləşən litosfer tavaları, dörd yarımkürədə yerləşirsə, onu ekvator Greenwich və yaxud ekvator 180 kəsməlidir. Elə bu da A variantı olacaq. Afrikanın ekvatoruna Greenwich, Sakit Okeanı ekvatorundan 180 dərəcəli meridian kəsir. Amma Sakit Okean özünü kəsir. Tavasının da ikisi də kəsirmi? Məsələn, Şimali Amerikanın ekvatoru kəsmir, Antarktidanı kəsmir. Cənubi Amerikanın Greenwich 180 kəsmir, Antarktidanın ekvator kəsmir. Hə, ikisi də kəsir. A variantı. Cənub yarımkürəsində yerləşən vulkanlar. Fujiyama Yaponiya olduğu üçün şimal, Etna İtaliya şimal, Vezuvi İtaliya şimal. Bunları atırıq. Cotopaxi Cənubi Amerikadadır, Kilimanjaro Afrikada, Şərqi Afrika yarasında, cənub hissədə, Erebus Antarktidada. Cavabımız olur C variantı. Cavan platformalar, 3 platforma var. Turan, Qərbi Sibir, Ön Qafqaz. Burada da Qərbi Sibir və Turan variantlarından seçilir. Şimal yarımkürəsində yerləşən vulkanlarda Kilimanjaro'nu atırıq, cənubdadır. Erebus Antarktidada atırıq. Kilimanjaro burada da atdıq. Erebusu burada da atdıq. Vezuvi İtaliya, Hekla İslandiya, Fujiyama Yaponiya. Üçü də şimal yarımkürəsi. Zəlzələlər yer qabığının hansı sahələrində daha çox baş verir? Təbii ki, cavan dağlar variantını seçməliyik. Ən seismik ərazilərdir, litosfer dağların toqquşduğu yerlərdir. Seismik qurşaqların müvafiq gəldiyi sahələr seismik ərazilərdir. Burada litosfer dağların toqquşma və ayrılma sərhədləri var. Qədim platformalarda friz faydalı qazıntıların olmasının səbəbi kristallik bünövrənin səthə yaxın yerləşməsidir. Kristallik bünövrə platformanın alt mərtəbəsidir. Ora maqmatik və metamorfik suxurlardan ibarət olur. Səthə yaxın yerləşdikdə isə friz faydalı qazıntılar çox olur. Məsələn, Braziliya yaylası, Dekan yaylası, Tasibir, s. Platformaya aid olan əlamət səthi çökmə suxurla örtülür əsasən. Qaynazoyda cavan dağlardır, dağlıq deyil, zəlzələ baş vermir, vulkan yoxdur. Yer kürəsinin fəal seismik zonaları. Qazaxıstan və Qərbi Sibir platformadılar. Ural dağları qoca dağdır. Cənubi Afrika qoca dağlardır orada. Alp Himalay və Sakit Okean isə dünyanın ən böyük seismik qurşaqlarıdır. Amazon ovalığı da Kap dağlarda platformadır. Geosignal adlanır yer qabığının cavan mütəhərrik sahələri. Qalxan sipərsə kristallik bünövrənin platforma örtüyü deşərək yer səthinə çıxdığı ərazilərə deyilir platformalarda. Krater vulkanın başında yaratdığı çökəklikdir. Vulkan konusunun zirvəsindəki qıf şəkilli çökəklik krater adlanır. Suallar çoxdur deyə bütün variantları bir-bir izah eləmirəm. Daha çox asan suallarda sadəcə cavabı deyəcəm. Vulkanizm nədir? Maqmanın püskürərək yer səthinə çıxmasıdır təbii ki. Palçıq vulkanları ən çox neftli qazlı ərazilərdə müşahidə edilir. Ona görə də dünyada ən çox palçıq vulkanı elə Azərbaycandadır. Litosfer tavalarının sərhədlərində yaranır. Litosfer tavalarının sərhədlərində qədim sözü varsa bunu çıxırsınız. Daha çox cavan seçməliyik. Məsələn, Şahid dağları da qədim dağlardır. Qədim. Abissal düzənlikdə okeanların dibində olur. Burada qırışıq cavan dağlar və dərin okean novları variantını seçirik ki, bunlar toqquşma zonasına yaranır. Paleotektonik qədim deməkdir. Qədim deyirsə biz burada platformada yerləşən ölkələri seçməliyik.
Nepal, Malayziya geosignaldır, İtaliya geosignaldır, İran geosignaldır, Meksika geosignaldır, Norveç, Avstraliya, İrlandiya, Belçika platformadır. Norveç, İrlandiya, Belçika Avropanın şimal hissəsidir. Mərkəz və şimal ora platformadır. Avstraliyada bütöv platformadır. Platformaya aid olan əlamət burada vulkan olmur, hündürdağ olmur, cavan deyirlər, kaynazoyda yarana bilməzlər, zəlzələ olmur, kristalik bünövrəyə malikdir, səthdə əsasən çökmə sulu örtülmüş olur. Bu platformanın əlamətidir. Platformanın əsas əlaməti kristalik bünövrə və örtük qatlarından ibarət geoloji yaşına görə cavan və qədim olur. Elə cavabımız budur. Cavan platformalar Turan, Ön Qafqaz, Qərbi Sibir. Mütəhərrik deyil, seismik deyil, tektonik deyil. Burada seismik cəhətdən fəal söz var, o da deyil. Qədim platformalara aid olan əlamətlər, qədim platformalar Kembriyə qədərki dövrdə yaranıb, ona görə burada Mezozoy sözünü atırıq. Düzənliklərdən ibarət olurlar, filiz faydalı qazıntılar səthə yaxın yerləşir, seismik olmurlar, kristalik bünövrə və çökmə qatdan ibarət olurlar. Maqmatik su çökmənin üstündə deyil, çökmə maqmatikin üstündədir, ona görə cavab 2, 3, 5. Qədim platformalarda filiz faydalı qazıntıların daha çox olması səbəbi kristalik özünün səthə yaxın yerləşməsi. Bu sual bayaq da var idi. Seismik hadisələr hansı sahələrdə daha fəaldır? Təbii ki, litosfer havalarının sərhədlərində. Şərqi Avropa, Avstraliya, mərkəzi düzənliklərdə vulkanların olmamasının səbəbi qədim platforma sahələri olması. Platformalarda vulkan olmur. Püskü- Püskürmələrə yer qabığının hansı hissəsində rast gəlinmir? Yəqin bu da platformadır. Litosfer havalarının daha qədim mərkəz hissələri, bəli, bunlar platforma olduğu üçün onlarda vulkanlar olmur. Vulkanik mənşəli İslandiya adasını Kuril adasından fərqləndirən cəhət yəqin litosfer havasının ayrılma sərhədi olacaq. Bəli, havaların bir-birindən uzaqlaşma zonasındadır. İslandiya, Kuril isə toqquşmadır. Buna görə bu fərqli cəhətdir. Quruda və okeanın dibində sıra dağların əmələ gəlməsinin əsas səbəbi litosfer havalarının üfüqi hərəkəti olacaq təbii ki. Toqquşması və ayrılması. Sxemdə verilən qırışıqlıq bu antiklinal, sinklinaldır. Qalxmalar antiklinal, enmələr sinklinaldır. Ona görə 1 antiklinal, 2 sinklinal B variantı. Təqdim olunan sxemdə rəqəmlərə müvafiq nə əks olunmuşdur? Deməli, bu 1 aşağıdadır, 2 yuxarıda. 1 zəlzələnin başladığı yer, 2 isə yer səthindəki proyeksiyası, hipocentr və epicentr. Sxemdə verilən suxurların yatım forması hansı ərazidə daha çox yayılıb? Bu, qraben və horstdur. Qalxmalar horst, enmələr qraben. Horstla qraben ən çox Şərqi Afrikadadır. Elə orada Ruvenzori horstu da var. Dünyanın ən böyük horstlarından biri. Zəlzələ və vulkanların baş verməsi ehtimalı çox olan yarımada ada. Biz burada geosiqnalları seçməliyik. Bunların üçü də platformadır. Kalimantan platformadır. Madagaskar platformadır. Böyük Britaniya platformadır. Kamçatka, Yava, Yeni Zelandiya isə vulkanların olduğu yarımada və adalardır. Kamçatkada Kulyuçaya-Sopka, Yavada Semeru, Yeni Zelandiyada Ruapehu. Sakit Okean odlu qurşağında yerləşən vulkanlar, biz burada Ant-Kordilyer dağlarında olanları, Yaponiyada, Filippində, Yeni Zelandiyada olanları seçə bilərik. Hekla İslandiyada divergentdir. Bunlar Atlantik Okeanında ümumiyyətlə Hekla. Vezuvi İtaliyada Alp-Himalaya düşür. Kilimanjaro isə ümumiyyətlə platformadadır. Cavab Kulyuçaya, Sopka, Kamçatka, Fujiyama, Yaponiya. Avrasiya materiki hansı iri platformalardan ibarətdir? Kamçatka platforma deyil, Himalay platforma deyil, Qafqaz platforma deyil, Alp-Himalay geosignal qurşaqdır. Cavab Sibir, Şərqi Avropa, Ərəbistan. Seismik qurşaqlarda yerləşən dağlıq yaylalar
Əhəqqar platformadadır, Braziliyada həmçinin. Mərkəz düzənliklər platformadır, Dekan platformadır, Orta Sibir platformadır, Gviyana Ərəbistan platformadır. Amma Meksika, İran, Anadolu zəlzələlərin çox baş verdiyi geosignal ərazilərdədir, litosfer havaların toqquşduğu zonalardadır. Sxemdə litosfer dağların hansı vəziyyətdir? Burada oxlar bir-birinə yaxınlaşırsa, bu bir toqquşma olacaq. Təbii ki, e, materik tavalarının toqquşması. Çünki biri o birinin altına daxil olmuyor. Daxil olsaydı, onda materik və okean olacaqdı. Hansı litosfer tavalarının təsvir olunub? Burada biri digərinin altına daxil olur, oxla göstərilir. Bu subduksiyadır, yəni okean və materik tavalarının toqquşması. Braziliya Qviana yaylağı tektonik cəhətdən uyğun gəldiyi ərazi platformadır. Platformanın burada qalxan əraziləri seçməliyik, çünki hündürlükləri də yüksəkdir. Okean və materik tipli yer qabıqlarının oxşar cəhəti hər ikisində çökmə qatı var. Okeanda qranit olmur, materikdə bazalt qranit çökmə üçü də olur və hər ikisində bazalt qatı var. Bu da ortaq cəhətdir. Cavab 2-dir. Bir dənə qranit qatı ortaq deyil bunlarda. Okean və materik tipli yer qabının fərqli cəhəti. Burada çökmə ilə bazaltı atıb, qranitlə naskanı götürürük. O birinin əksidir. Düzgün olmayan ifadəni müəyyən edin. Daş, kömür, neft və gil çökmədir, doğrudur. Zəlzələ, vulkan, tektonik qalxmalar tavaların sərtində baş verir, doğrudur. Mis, qızıl, dəmir, fezi maqmatikdir, bəli, metallar maqmatik olur, doğrudur. Kür arası badan kolxu da geosignaldadır, bəli, doğrudur. Torf, yanarşist, xörək düzü, qranit maqmatikdir. Maqmatik deyil, bunlar torf, yanarşist, bunlar üzvüdür. Xörək duzu isə kimyavidir. Hamısı da çökmə suxurudur. Qranit bir dənə maqmatikdir bu. Cavan platformalar Qərbi Sibir, Turan, Ön Qafqaz, cavab Qərbi Sibir, Turan. Litosfer dağlarının qədim sahələrinə uyğun gələn relyef. Qədimdirsə, burada biz Qırşıq Cavan dağı, Okean çökəkliyini, e, Sıra dağı bunları götürmürük. E, Geniş düzənliklər, şahid dağlar, ən ideal variant budur. Qoca ərazilər, okean yatağında götürmürük. Geyzerlərin yayılmadığı ərazilər. Geyzer yoxdursa, deməli platformada vulkan yoxdur. İndoneziyada vulkan var. İslandiyada var. Yaponiyada var. Meksikada var. Amma Avstraliya, Braziliya, Belarus bunlar platformadır. Sahələr kiçilən okeanlar, sakit okeanlar, şimal buzlu okeandır. Bunlar çünki birinci yaranıblar, qoca okeanlar. Afrika tavası ilə Cənubi Amerika tavası. 4 yarımkürədə yerləşir Afrika. Çünki onu həm ekvator, həm Qrinviç kəsir. Cənubi Amerika 3 yarımkürədədir. Qərb hissəsi okean tipi litosfer tavası ilə toqquşur. Cənubi Amerika Naska ilə toqquşur. Atlantik okeanın genişlənməsində ikisi də iştirak edir, çünki aralanırlar. Gondvananın ikisi də tərkib hissəsi olub. Şərqində tektonik çat Afrikadadır. Şərqi Afrika sınma zonası. Kiçik litosfer tavaları var. Bu Kakos, Naska, Karibdən söhbət gedir. Cənubi Amerikaya götürürük. 1-5, 2-6 və 3-4 C variantı. Sakit Okeanın şərqi, qərbi. Sakit Okeanın şərqi xəritədə şərq hissəyə düşmür. Sakit Okeanın şərqi Ant-Kordilyer tərəfdir. Sakit Okeanın qərbi isə Yaponiya, Filippin tərəfdir. Yüksək seismiklik, aktiv vulkanizm ikisində də var. Subduksiya zonası bu da ikisində də var. Sakit Okean, Avrasiya, Naska, Cənubi Amerika məsələn. Sıra dağlar tam zolaq şəklində uzanır. Bu Ant-Kordilyerdən söhbət gedir. Bunu şərqə götürək. Çoxlu saylı adalar qövsü qərbdədir. Yapon, Filippin, Kuril. Dünyanın ən dərin çökəliyi Marian, o da Filippin Sakit Okean sərhədində qərbə düşür. Söhbət tavanın qərbindən gedir. Xəritədə şərqdə əslində. Nazca, Kakos kimi kiçik litosfer dağısı Ant-Kordilyer tərəfdədir. Bunda belə. 3-6
4, 5, 1, 2, B variantı. Orta okean dağ silsiləsi ilə Alp-Himalay seysmik qurşağının oxşar fərqli cəhəti. Materik havaların toqquşma zonasına Alp-Himalaydır. Afrika, Ərəbistanla Avrasiyanın toqquşması. Dağ silsilələri isə Orta okeanda divergent zonada olur. Seysmik cəhətdən fəaldır ikisi də. Nəhəngdir ikisi də. Divergent sərhədlərdə Orta okean dağ silsiləsi, vulkanik adaları Orta okean dağ silsiləsi yaradır. Dendasiyaya məruz qalır, dağlıqdır. Yəni suyun altındakı dağ dendasiyaya məruz qalır. Burada qurudakı dağdan söhbət gedir. Bura Alp-Himalay götürürük. 4, 5, 1, 6, 2, 3, Y var. Platforma ilə geosignal oxşar və fərqli cəhətlər. Litosfer dağ sərhədi geosignaldır, mərkəzi platforma. Suxurların üfüqi, yəni yana doğru yatın forması daha geniş yayılıb. Bunu götürəcəyik platforma. Geosignalda daha çox şagulidir. Cavan dağlıq geosignaldır. Qalxma enmələrə məruz qalır. İkisi də məruz qala bilər. Burada cavab A variantı olacaq. Vulkanlarla bağlı doğru fikir. Deməli, İslandiyadır. C. Bu Eyjafjallajökull Hekla ola bilər. A. Siciliyadır. Etna. B. Apennindir. Vezuvi. Hə, Heklanı verib. A-ya Vezuvi idi. Apennində idi. 2. 2-yə A. Ee, B də Siciliya idi. Etna. 3-ə də B. B var. Görüm hərfləri düz yadımda saxladım. Hə, yox, səhv baxmışam. A Siciliyadır. B Apennindir. 3-ə A, 2-yə B olacaq. Etna Siciliyadadır. 3-ə A. Vezuvi Apennindədir. 2-yə B. Hə, Y variantı. Himalay dağları əmələ gəlib, Hind-Avstraliya və Avrasiya dağlarının toqquşması nəticəsində. Fəaliyyətdə olan vulkanların ən çox yayıldığı ərazilər. Qərbi Sibirdə vulkan yoxdur, Viktoriya səhrasında vulkan yoxdur, Böyük Səhrada vulkan yoxdur, Braziliya yarasında vulkan yoxdur. Asiyanın sakit okean sahilləri, Yaponiya, Filippin, Cənubi Avropa, İtaliya, Ant dağlarındakı məlum məsələ. Fəaliyyətdə olan vulkanların mövcud olmadığı ərazi. Ural dağlarında vulkan yoxdur, platformadır. Mərkəzi Amerikada, Böyük Səhrada, bunlar Mərkəzi Amerikada var. Martinika vulkanı var, Taxamulko, Mamatomba var, yox var. Qərbi Avstraliyada yox. Ant dağlarında var. San Pedro, Liliyalyako, Zonda adalarında Krakatau. Qövsvarı adalar qrupu toqquşmada, subduksiyada, okean tipli tava ilə materik tipli tavanın toqquşduğu zonada yaranır D variantı. Orta okean dağ silsilələri divergent zonada yaranır. Burada ə, okean tipli litosfer tavanın bir-birinə uzaqlaşması, bəli, bunu götürürük. 54. Müasir geoloji dövrdə sakit okean sahəsinin kiçilməsi səbəbi litosfer dağların hərəkətidir təbii ki. Burada materik litosfer dağların sakit okean litosfer tavası ilə toqquşması. Bəli, hər tərəfdən onu sıxırlar. Ona görə də onun sahəsi kiçilir. Mənşələrinə görə Avrasiya materiki üçün yad olan qurular Ərəbistanla Hindistandır. Onlar Gondvananın tərkib hissəsidirlər. Sonradan qopub gəlib Avrasiyaya birləşiblər. Zəlzələlərin demək olar ki, baş vermədiyi əraziyə platforma seçməliyik. İran yaylası geosignaldır. İslandiya geosignaldır. Atlas geosignaldır. Cənubi Avropa geosignaldır. Qərbi Sibir, Braziliya, Avstraliya isə platforma. Yer qabığının qanunauyğunluqlarına birinə müvafiq olan fikri müəyyən edin. Meyilliyi çox olan dağlarda torpaq əmələ prosesi intensiv gedir. Meyilliyi çoxsa dağ çox dikdir. Orada torpaq əmələ zəif olar.
Geniş düzənliklər litosfer dağın sərhədində yox, sərhəddən kənarda olur. Sahəsi böyük olan göllər dendasiya düzənliklərdə daha geniş yayılmışdır. Xeyr, akkumulyativlərdə, ovalıqlarda daha genişdir. Qırışıq dağlar litosfer dağın sərhədindədir. Bəli, cavan dağlar deməkdir. Litosfer dağın sərhədində olur. Cavan dağlarda seysmiklik zəif yox, güclü olur. Yer qabığında qanun uyğunluqlarından bir-birinə müvafiq olanları seçin. Geniş düzeylər əsasən platformada bəli, cavab elə A variantı olacaq. Cavan dağlar platformada olmur. Düzənliklər litosfer dağların sərhədində olmur. Torpaq əmələ gəlmə meyilli çox olan yerdə olmur. Qədim dağlar sərhəddə olmur, sərhəddən kənarda olur. Litosfer dağların konvergensiyada yerləşən fəaliyyətdə olan vulkanlar. Birinci sönmüşlər sağ, Böyük İşıqlı, Çimborazo, bunlar sönmüş vulkanlardır. Kazbekdə həmçinin bu da getdi. Sonra isə divergentdə yerləşən Heklanı çıxsaq, cavab elə E variantı olur. Orizaba, Taxamulko, Etna, Krakatau. Orizaba, Taxamulko Kordilyerdədir. Etna İtaliyada, Krakatau İndoneziyada. Rəqəmlərə uyğun gələn vulkanlar müvafiq olaraq yazın. 1. Kotapaxi olacaq, Cənubi Amerikanın mərkəzinə yaxın. 2. Kilimanjaro olacaq, Afrika. 3. İndoneziyadsa Krakatau. 4. Yaponiyadsa Fudziyama. Rəqəmlərə uyğun gələn vulkanlar. 1. İslandiyadsa Hekla olar. 2. İtaliyadsa burada Etna olar. 3. Kamçatkada Kulyuçe Sopka olar. Amma İtaliyada Vezuvi də var. Bu da ola bilər. Yerini dəqiq görmürəm burada. 4 isə Şimali Amerikada Şasta olar. Y variantı. Qədim platformalar üzərində yerləşən böyük düzənliklər. Kür-araz platforma deyil. Ee, Anadolu platforma deyil. Tibet platforma deyil. Colorado platforma deyil. Cavab mərkəzi düzənlik. Ortası bir Amazon böyükçü. Platformada yerləşən məntəqələr 2 geosignaldır. Ant dağları, 4 Atlas dağları geosignaldır. 7 Xəzər Cənubi İran yaylası geosignaldır. 5 Himalay geosignaldır. Platforma mərkəzi düzənliklər Gviana, Şərqi Avropa, Qərbi Avstraliya. Geosignal qurşaqlarda yerləşən məntəqələr, bu da onun əksidir də. 2, 4, 7, 5. Vulkan elementləri müəyyən edin. Demək, krater vulkanın başındakı çökəkliyi, hipocenter başladığı yer, lava axıtdığı maye 3, 4, 5. 3, 4, 5-dir. Ya da 3, 4, 5. Hə, boğaz da var da. Gəldiyi yolda boğaz. Burada 4 dənə sırğın gəlir. Karslı meandrı moren atırıq. Cavab 3, 4, 6. Amma 5 də vulkana aid. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri seçin. Kordilyer böyük su ayrıcı. Seysmik cəhətdən fəaldır Kordilyer, çünki toqquşma zonasında su ayrıcı platformadadır. Şimaldan cənuba ikisi də uzanır. Ən hündür zirvəsi qar xəttindən aşağıdadır. Qar xətti yoxdursa böyük su ayrıcını seçək. Çünki hündürlüyü azdır. Fanerozoy yanında formalaşıb. İkisi də Kordilyer Mezozoy, böyük su ayrıcı Paleozoy yaşlıdır. İkisi də Fanerozoy eləyir. Materikin qərbindədir. Su ayrıcı şərqdədir. Kordilyer qərbdədir. Faylıdır, qocadır ikisi də. Yox, Kordilyer Mezozoid orta yaşlıdır. Qocadır, böyük su ayrıcı. 1, 5, 3, 6, 2, 4. Appalaç, Ural, böyük su ayrıcı dağların oxşar fərqli cəhətləri. Paleozoy erasında yanan üçü də. Lavrasiya qurusundan ayrılan materik, yəni Şimali Amerika, Avrasiya. Buraya Appalaç, Ural gedir. Şərq yarımkürəsindədir, Apaz qərbdədir. Burada Ural böyük su ayrıcı gedir. Deməli, 1-ə 2, 3-ə 3, 4-ə 1 yadımızda saxlayaq. 1-ə 2, 3-ə 3, 4-ə 1.
Şey yadı, quruluşu yadımdan çıxdı. Deməli, Appalats bu sualı belə qoyuldu. Qoy buradan deyək. Şərq yamacı okeandan gələn hava axınlarının təsiri altındadırsa, böyük su ayrıcı ilə burada götürə bilərik. Appalatçı şərqində ikisində də isti cərəyan keçir. Seysmik cəhətdən sabitdirsə, üçü də qocadır, üçü də inkişaf etmiş ölkədədirsə, böyük su ayrıcı Appalat, Avstraliya və ABŞ. Ural Rusiyadır, Rusiya inkişaf etmiş deyil. Şimal yarımkürəsində yerləşirsə, böyük sahəsi yox, Uralla Appalaç. Yəni, buna uyğun özünüz qruplaşdırarsınız. Sxemdə göstərilən dağların yaranma səbəbi burada bir tava digərinin altına gömülüb, subduksiya zonasıdır. Bu Ant dağları ola bilər. Cənubi Amerika və Nazca tavalar. Xəritə sxemdə işarələnmiş ərazilərlə bağlı uyğunluq. Buralar haralardır? Ant dağlardır. 1, 2 bu Alp Himalayın bir hissəsi çox pis düşüb. Alp Himalay. 3 də Sakit Okean sahillərində Yaponiya tərəflər. Sakit Okeanın qərb zonası 2-yə aiddir. İki materik litosfer havasının toqquşduğu zona Alp Himalay qurşağıdır. Bu 3-ə aiddir. Afrika, Ərəbistan, Avrasiya, həmçinin indi Avstraliya. Materik və okean tipli litosferlər Naska, Cənubi Amerika birə aiddir. Çoxsaylı adalar qövsü Sakit Okean Qərbi, Yaponiya, Filippin, Kuril. Naska, Cənubi Amerika birə düşür. Digər geosinklar qurşaqlara nəzərən fəaliyyətdə olan vulkan azdır. Bu da Alp Himalaya düşür. Ona görə burada 3-ə də 6 yazırıq. 1-ə 3, 5, 2-yə 1, 4, 3-ə 2, 6, Y var. Platformanın quruluş sxemində rəqəmlərə uyğun gəlməyən xüsusiyyət. Deməli, bu platforma örtüyüdür. A, B-dəki sperdir, qalxandır. Kristalik növrə sərtə çıxır. B kristalik növrə bu düzdür, uyğun gəlməyən deyil. Platformanın əyilmə hissəsinə uyğun gəlir A. Bu şəkil çox pis düşüb. B platformanın qalxan olduğundan zəngin daş kömür. Qalxanda daş kömür olmur, filiz olur. Uyğun gəlməyən deyirsə bunu götürək. 5 A qalın çökmə sıfırdır. Bu doğrudur. Platforma örtüyüdür. 4 fəal seysmik qurşaq platformadır. Burada fəal seysmik qurşaq yoxdur. Platformanın əyilmiş hissəsində nazik çökmə sıxır toplandığı A deyil. Dedik ki, qalın çökmə sıxırdır, nazik deyil. 2, 4, 6. Burada B variant. Yerin geoloji inkişaf dövründə okean və quru sahələrin yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişib. Ona görə litosfer havaları formasında Mantianın üzərində daim olaraq müxtəlif istiqamətdə hərəkət edir. Mətndən əsasən relyef formalarını müəyyən edin. Deməli, litosfer havalar daim hərəkət edirsə, okean və quru sahələrin yaxınlaşdığı. Yox, bu başqa şey olmuş. Litosfer tavanın hərəkəti nəticəsində nələr yaranar? Yaranar toqquşmadsa adalar qövsü, başqa yaranar quruda böyük dağlar, başqa yaranar okeanda dərin çökəklər. Platforma, qədim yayla, okean yatağı bunlar geosinkronda deyil. Geosinkronal siyasi dekan, dekan geosinkronal deyil. Geosinkronal Kaliforniya, Kiçik Asiya olar. Platforma Jutlandiya, Dekan Taymur olar. Cavab B variantı belə. Heç o birlərə baxmıram. 73-ə keçirəm. Şəkilləsən geosikların inkişaf mərhələləri. Bu çökəklik formalaşıb. Birinci mərhələdir. Burada çökəklik də var, yüksəklik də var. Antiklinal sinklinal ikinci mərhələdir. Bu sırf dağın yaranması üçüncü mərhələdir. Burada isə qədimləşib, dağ yavaş-yavaş qocalıb. Bu da dördüncü mərhələdir. Deməli, 1, 2, 3, dördüncü mərhələ. Daxili proseslər
zəifləyir, daxili proseslər zəifləyirsə, deməli son mərhələni seçməliyik. Qocalır, 4-ə A. Yer qabığının enməsi dalınqəlmə prosesləri ilə əvəz olunur. Bu ikinci mərhələdə dağlar yavaş-yavaş əmələ gələcək. Burada amma enmə sırf dayanırsa əgər, üçüncü mərhələdə götürə bilərik. Bu 3-dür. Bəli, 3-dür. Yer qan böyük hissəsi enməyə başlayır. Bu ilk mərhələdir. 1-ə C. Yer qabığının enməsi davam edir. Qalxma da var. Bu ikinci mərhələdir. 2-yə də deyil. Bəli, bu daha dəqiqdir. Radio ilə xəbər verildi ki, ölkənin sahillərində qısa zaman sonra təbii fəlakət baş verəcək. Bu vaxt ərzində əhalinin sahilə yaxın ərazilərdən köçürülməsi, limanlara dayanan gəmilərin açıq okeana çıxarılması barədə tapşırıq verdi. Okeanda baş verirsə, söhbət tsunamidən gələcək burada. Təbii ki. Davam edirik. Konvergent sərhədlər, divergent sərhədlər, yəni toqquşma sərhədləri və ayrılma sərhədləri. Bunları indi nəzər salaq. Bir Pasxa adasıdır, divergentdir. 2 bu Apennindir, konvergentdir, toqquşmadır. 3 Kurildir, toqquşmadır. 4 İslandiya divergentdir. 5 Yaponiya konvergentdir. 2, 3, 5, 1, 4. Litosfer havalarının konvergent sərhədində adalar. İslandiya divergentdir. Ee, İslandiya burada da var. Sonra Azor divergentdir. Komor ümumiyyətlə platformadır. Kuril toqquşmadır. Sakit Okean, Avrasiya, Yeni Zelandiya, Hind, Avstraliya, Sakit Okean, Yapon, Sakit Okean, Avrasiya, Aleut, Sakit Okean, Şimali Amerika havalarının toqquşduğu zonadır. Davam edirik. 77. Birincidə subduksiya göstərib, biri digərinin altına gömülür, toqquşmadır. İkinci isə aralanma, oxun biri o tərəfə, biri bu tərəfə gedir. Bu isə divergentdir, aralanmadır. Litosfer dağının divergentinə 2. Cənubi Amerika, Afrika, bunlar divergentdir, bu da 2. Aktiv seysmiklik ikisində də var. Aliyut Küril toqquşmadadır, 1-ə D. Peru Marian novları, bu da toqquşmadadır, 1-ə həm də Y. 1-ə D-Y, 2-ə AB, 3-ə C. Litosfer dağlarının konvergent sərhəddə yerləşən fəaliyyətdə olan vulkanlar. Birinci sönmüşləri çıxaq. Böyük işıqlı getdi. Torağay palçıq vulkanı getdi. Sonra qalanları fəaliyyətdə olandımı? Hə. İndi isə konvergent olmalıdır. Hekla İslandiya divergent getdi. Hekla İslandiya divergent getdi. Etna Vezuvi İtaliya toqquşma. Fujiyama Yaponiya toqquşma. Krakatau İndoneziya toqquşma. Litosfer dağının konvergent sərhədində sönmüş. Sönmüş deyirsə fəaliyyətdə olanlar çıxaq. Etna, Fujiyama, Krakatau, Vezuv. Elə bir dənə A qaldı. Elbrus, Qazbek, Qafqazda, Böyük İşıqlı Qızılboğazda, elə Azərbaycanda, o da Kiçik Qafqazda olan sönmüş vulkanlardır. Platforma və geosinkrada yerləşən müvafiq düzənliklər. Birdə platforma olmalıdsa, Samur dəvəsi Azərbaycanda platforma yoxdur. Bunu atırıq. Kolxi ilə Gürcüstan geosignaldır. Sonra bu birlərə baxaq. Kür-Araz geosignaldır. İndi ikinci tərəflərə baxaq. C ilə D-də. İkinci tərəflərdə platforma olmasın. Məsələn, burada Turan Qərbi Sibir. Bunlar platformadır. Cavab olur C. Qərbi Sibir, Turan Böyük Çin platformadır. Kolxi ilə Kür-Araz Padan geosignaldır. Yenə birinci platforma, ikinci geosignal. Meksika geosignalda atırıq. Anadolu geosignalda atırıq. Qarabağ vulkan yarası geosignalda atırıq. Meksika geosignal da atırıq. Elə C variantı olur. Orta Sibirə Hakkari Besti Dekan platforma. Meksika Anadolu Qarabağ Böyük Özə geosignal. Qraben, antiklinal və terras. Qraben dördkünc olur.
Platformanın çökən sahəsidir. Bu 3-ə gedir. Antiklal qalxmadır geosignalda. Bu 1-ə gedir. Terras da pillavari relyef formasıdır. Bu da 2-yə gedir. 1-ə 3, 2-yə 1, 3-ə 2. Sinknal, geosignalda enmələrdir. 3-ə gedir. Horse platformada qalxmalardır. 1-ə gedir. Graben platformada enmələrdir. 2-yə gedir. 3, 1, 2, Y variantı. Litosfer tavanın hərəkəti nəyə səbəb olur? Birinci subduksiyada toqquşma, ikinci ayrılmadır. Azor adaları ayrılmadadır. Ona görə 2-yə 1. Nazca Cənubi Amerika toqquşmalı subduksiya 1-ə 2. Şimali Amerika Avrasiya ayrılmadır. Bura 3. Hekla İslandiya ayrılmadır. Bura 4. Peru toqquşmadadır Nazca Cənubi Amerika. Burada 5. 2, 5, 1, 3, 4. Seismiklik zəif və güclü. Zəifdirsə biz bura A variantı uyğun gəlir. Oslo, Norveç, Varşava, Polşa, Braziliya, Canberra, Avstraliya, London, Böyük Britaniya hamısı platformadır. Güclüdürsə Santiago, Çili, Lima, Peru, Tokyo, Yaponiya, Meksika, Manila, Filippin hamısı geosignaldır. Cavab elə A variantıdır. Birincidə məsələn Afina, Yunanistan geosignaldır. Jakarta, İndoneziya geosignaldır. Tehran, İran geosignaldır. Ankara, Türkiyə geosignaldır. Ona görə onlar getdi. Vezuvi yarımadada yerləşir, düzdür. Apennin. Fəaliyyətdə olan vulkandır, düzdür. Litosfer tavanın konvergens sərhədindədir, düzdür. Hayır, mən sual şərtini səhv edirəm. Deyir, Etna vulkanı ilə oxşar olsun. Yarımada yerləşir, düz deyil, çünki Etna adadadır. Fəaliyyətdədir hər ikisi. Litosfer tavanın konvergens sərhədindədir hər ikisi. Pinatubo ilə Etna adada yerləşir. Pinatubo, Filippin, Etna, Siciliya, düzdür. Alp Himalay sistemində deyil. Etna Alp Himalaydadır. Səhvdir. Şimal və Şərq yarımkürəsində yerləşir. Düzdür, hər ikisinə aiddir. Hekla İslandiya. Litosfer tavanı divergentində hər ikisinə aid deyil, Heklaya aiddir. Litosfer tavanın okean tipli yer qabığına malik olan hissəsi, bu da təkcə Heklaya aiddir. Etna materik tipidir. Avropadadır ikisi də. Deməli 2, 3, 4, 6 və 9. D variantı. Paleotektonik, qədim tektonik, neotektonik, müasir tektonik. Kaynozoid müasir olar, cavandır. Hazırdadırsa müasirdən söhbət gedir. Bunu da götürür neoya. Avrasiyada bu proses nəticəsində formalaşan relief vahid ikisi də var hökmən. Qədimdir paleo, e, platformaya çevrilib paleo. 1-ə D-Y, 2-yə A-B, 3-ə C. Xəritə sırasında konvergent sərhəd. Konvergent toqquşmada Ant dağları 5. Burada İtaliya 4, Yaponiya 2. 2, 4, 5. 1 ilə 6-da vulkan yoxdur, 3-dəki ayrılmadı. Geosignal sahədə yerləşən məntəqələr toqquşma olmalıdır. 5-i götürək, 6 platformadır, 4-ü Türkiyəni götürək, 2 Himalayı götürək. O birilər platformadır. Avstraliya materikin qədim platformaların təşkil olması nəticəsində düzənliklər çoxdur, zəlzələlər zəifdir. Bir də fez faydalı qazıntılar zəngindir, çünki kristalik bünövrə çox. Bitki örtüyü zəngin olmasının buna dəxli yoxdur. Cavan dağı yoxdur. Çay şəbəkəsinin az olmağı da iqlimlə əlaqədar bir şeydir. Fəal seismikə malik adalar toqquşma zonasında olsun. Havay divergent zona, Yava toqquşma zonası, Yapon toqquşma zonası. Tasman, Baffin, İrlandiya platformadır. Fəal seismiklik Yaponiya ilə toqquşma, Azor ayrılma, Siciliya toqquşma. Bunlar isə platformadır. İslandiya Yapon adalarına oxşarca litosfer tavanı sərhədindədir. Biri ayrılma, biri toqquşma, platformada deyillər. Geotermal enerjidən istifadə edirlər, çünki yerin daxili enerjisi güclüdür, vulkanlar var. Seismik cəhətdən sabit deyillər. Qranit qatı İslandiyada yoxdur, şimaldadır hər ikisi. Deməli, Qərbi Sibir akkumulyativdir, cavan platformada ovalıqdır, düzdür. Tibesti şahid dağıdır, qədim platformada yüksəklikdir. E, Yüksəklikdirmi yayılır? Platodur əslində Tibesti.
Ona görə ama yüksəklik gedir də. Ona götürək. Bir dəqiqə. Besti. Qərbi Sibir akkumulyativdir. Cavan platformadır. Yaşıl rəngdə ovalıqdır. Tibes də yüksəklikdir. Bu da düzdür. Amazon platforma cavan platforma deyil. Bu səhvdir. Turan cavan platformadır. Akkumulyativdir. Ovalıqdır. Ha, bizdən pozulmuşdur istəyirək. Bir dəqiqə. Təzədən bax. Qərbi Sibir cavan platformadır. Bu düzdür. Bunu götürmürük. Turan cavan platformada ovalıqdır. Bunu götürmürük. Küraraz geosignaldır. Bunu da götürmürük. Amazonu götürürük. Cavan deyil. Tibesti də yüksəklik deyilmiş. Platodur. Tibesti platosu. Onda platolarda yayla gedir əslində. 2-3 olacaq yəqin ki. O birilər düzdür çünki. Bir dənəsi də olmaz. İki dənəsini seçək. Orta Sibir dendasyonlu qədim platformadır. Hündürlüyü 500-dən çoxdur çünki yayladır. Bu düzdür, pozulmuşdur, istəyir götürmürük. İran dendasyonu geosignaldır. Hündürlüyü 500-dən çoxdur çünki yayladır. Bu da düzdür, bunu da götürmürük. La Plata alluvialdır, çay çöküntüsü iləndir. Qədim platformadır. Hündürlüyü 200 metrdən azdır, ovalıqdır çünki. Bu da düzdür, bunu da götürmürük. Kür arazı akkumulyativdir, platforma deyil, geosignaldır, götürdük. Braziliyada geosignal deyil, platformadır, götürdük. Düzgün səbəb, nəticə. Azərbaycan geosignal sahədə yerləşdiyi üçün geotermik pillə böyükdür. Geosignalda pillə böyük olmur, kiçik olur. Tektonik sınma zonalarında mineral və termal bulaqlara rast gəlinir. Bəli, tektonik sınmalar olur ki, o bulaqlar səthə çıxır. Avrasiya və Hind-Avstraliya tağlarının toqquşması nəticəsində Qafqaz dağları yox. Qafqaz Ərəbistanla Avrasiyanın toqquşması. Subduksiya Orta Okean dağ hissəsidir. Xeyr, subduksiyada yaranmır. Orta Okean divergent zonada olur. Yerin daxilindəki yüksək temperatur və təzyiq nəticəsində suxurlar çevrilərək metamorfizləşir. Bu doğrudur. Hansı ölkələr üçün neft-tektonik hərəkətlər səciyyəvidir? Biz burada toqquşmada olanlar, məsələn, Peru, məsələn, İspaniya, məsələn, Türkiyəni seçə bilərik. Rəqəmləri də 1, 4, 6 gedir. Neotektonik cavan olsun, paleotektonik qoca olsun. Mərkəz üzəri cavan deyil. Kamçatka cavandır, Orta Sibir qocadır. Kalahari Xəzərin sahilindədir. Ora cavan deyil, Turan ovalığına düşür. Meksika cavandır, Madagaskar qocadır, düzdür. Böyük sahildə cavan deyil, Anadolu cavandır, Nova Zemlya qocadır, düzdür. 2, 4, 6. Şəkil sxemində təsvir edilmiş proses nəticəsində yaranan dağ sistemində yerləşən vulkanlar. Deməli, Nazca ilə Cənubi Amerika toqquşur, Ant dağları yaranır. Hansı vulkanlar var Ant dağlarında? San Pedro, Luyalyaco, Cotopaxi. Krakatoa İndoneziyadır, Elbrus Qafqaz dağıdır, Vezuvi İtaliya. Cədvəlsən doğru sıralar. Litosfer tavası sərhəddir. Hind, Avstraliya, Sakit Okean, Yeni Qvineya. Bu doğrudur. Avrasiya, Şimali Amerika, İslandiya. Bəli, onların ayrıldığı zonadır. Bu doğrudur. Cənubi Amerika, Afrika müqəddəs yerinə bu da doğrudur. Bu da bunların ayrılma zonasıdır. Hind, Avstraliya ilə Sakit Okeanda deyil, Havay. Havay ilə Sakit Okean içərisində kiçik tavanın üstündədir. Afrika, Hind, Avstraliya, Şri-Lanka. Şri-Lanka platformadır ümumiyyətlə. Yeni Zelandiyada Sakit Okeanın Avrasiya yox, Sakit Okeanın Hind, Avstraliyadır. Bu da yanlışdır. Şimali Amerika, Afrikanın oxşarı. Həm divergent, həm konvergent sərhədləri ikisində də var. Örtük buzlağı Afrikada yoxdur. Okean tipli litosfer tavası toqquşma zonasındadır. Afrikanın okean tipli tava ilə toqquşması yoxdur. Qərb və şərq hissələri seysmik cəhətdən aktiv zonalardır. Afrikanın qərbi, hə, tavadan söhbət gedirsə, qərbi də, şərqi də ayrılmalıdır. Elə Şimali Amerikada da həmçinin qərbi toqquşma, şərqi ayrılmalıdır. Olar. Avrasiya litosfer tavasının ikisində sərhəddi var. Şef düzənliyi əslində ikisində də var. Okean sahilində bu yanlışdır. 102,
Nə uzundur bu? Şimali Amerikada Avrasiya ilə ayrılmaz zonasında İslandiya var. Bu doğrudur. Şərq hissəsində rift dərələri geniş uzanır. Bu da doğrudur, amma qabağına yanlış yazılır. Rift dərəsi ayrılmaz sərhədindendir. Afrika Ərəbistan tavası ilə toqquşma zonasında Qafqaz dağı yaranıb. Bu yanlışdır. Qafqaz dağı Ərəbistanla Avrasiyanın toqquşmasıdır. Cənubi Amerika həm qərb, həm şərq sərhəddi geosiqnaldır. Bəli, qərbi toqquşma şərqə ayrılmadır. Azor Pass adaları konvergent zonasında yerləşir. Yanlışdır. Nə Azor, nə də Paska Cənubi Amerika tavasının sərhədində deyil. İndi Avstraliya cənubunda Antarktida Elektrosferi tavasının sərhədi var. Madagaskar adası indi Avstraliya ilə Afrika Elektrosferi tavasının ayrılma zonasındadır. Xeyr, Madagaskar platformadadır. Bu yanlışdır. Sakit Okean digər litosfer tavalari ilə divergent sərhəddə malikdir. E, Yalnız okean tipi yer qabıldır. Doğrudur, qabağını yanlış yazıb deyə bu onsuz da yanlış olacaq. Digər litosfer tavalari hər tərəfdən divergent deyil, hər tərəfdən konvergentdir. Bu da yanlışdır. Galapagos, Yeni Zelandiya, San Pedro vulkanı, Paska adası. Nazca Cənubi Amerikası sərhədində San Pedro vulkanı. Nazca Sakit Okean ayırmasında Paska adası. Nazca Kakos tavasında Galapagos adası. Sakit Okean Hindistan toqquşmasında Yeni Zelandiya adası. Sakit Okean Avrasiyaya aid heç nə yoxdur. Qədim platforma Şərqi Avropa olacaq. Qərbi Avstraliya olacaq. Geosignal isə Kür Arazla Meksika olacaq. Turan isə Cavan platforma. Platformanın əyilmə qalxan sahəsi. Əyilmədə nə olur? Çökmə faydalı qazıntı, neft, təbaşir, xörək duzu, bunlar. Qalxmada isə filiz faydalı, dəmir filizi, qurğuşun sink. Burada polimetal filizi və qonur kömür yazıb. Birini ondan, birini bundan. Ona görə bunu heç nəyə götürmür. Biri çökmədir, biri metal. Konvergent sərhəddə toqquşmada nə olur? Qırışıq, cavan dağ, başqa nə olur? Qövsvari ada. Divergent ayrılma sərhəddə nə olur? Rift dərəsi və sualtı vulkan. Faylı dağlar qoca dağdır, heç bir sərhəddə uyğun gəlmir. Tavaların toqquşması nəticəsində dərin novlar yaranır okeanda, qövsvari adalar yaranır. Zəlzələyə aiddir hipocenter termini, zəlzələnin başladığı yerdir. Tavalar aralandıqca isə rift dərələri yaranır, faylı dağlar heç birinə aid deyil. Qədim platforma, qədim qırışıqlıq, orta qırışıqlıq. Çin Koreya qədim platformadır. Appalaç qədim qırışıqlıqdır. Tibet mezozoidur. Skandinaviya qədim qırışıqlıqdır. Sixotalin mezozoidur. Belə deyək. İki sualımız qaldı burada. Sonra davama gəlməyə baxırıq. O da 29 sualdır. Platformanın quruluşuna uyğun gələn bəndlər. Platformanın alt mərtəbəsində kristalik bünövrə. Güclü zəlzələ heç birində müşahidə olunmur. Bu geosignaldır. Yanar faydalı qazlar çökmə suxurda olur deyə örtükdə olar. Akkumulyativ prosesdə örtükdə olar, üstdə olar. Maqmatik metamorfik suxurlar isə kristalik bünövrədə olur. Tektonik çatlar boyu ərazilərin qalxması horsdur. Enməsi qrabendir. Orta okean rift dərələrində bu rift dərələri dərədirsə qraben gələcək. Çökmə. Rift dərələrinin kənarı boyunca simmetrik yerləşir. Simmetrik qalxmalar nəzərdə tutulursa bu horsdur. Ensiz uzun dərin göllər təbii ki, qrabendə, çökmədə olacaq. Başlayır dağ əmələ gəlməyə. Yerin geoloji inkişaf tarixində baş verən qədim əmələ gəlmə mərhələləri Baykal, Kaledon, Hertsin. Alt dağın gəlməsi baş verdiyi geoloji dövrlər Paleogen, Neogen, Antropogen, çünki Kaynozoy erası. Alt dağın gəlməsində yaranan dağlar cavan dağlardır. Appalaç Skandinaviya qocadır, Kap Ural qocadır, Tian Şan Sayan qocadır, Ural qocadır, Appalaç qocadır, Karpat Atlas Pamir Ant cavan. Kopet dağ silsiləsinin fəal seismikliyi bağlıdır. Təbii ki, Alp qırışıqlığı dövründə yaranması ilə, yəni cavan olması ilə. Yenidən fəallaşmış dağlar isə bunlar qırışıq faylı dağlar olan
Tian-Şan, Altay, Sayan dağlardır. Qədimdilər, amma sonra yenidən zamanlaşıblar. Eyler-Venn diaqramının arsızın uyğunluq. Appalaçdan Kordilyer. Materiklər ən düz zirvəsi Kordilyerdədir. McKinley. Okean sahillərinə paralel yerləşir. Okean sahillərinə paralel ikisi də meridianal uzandığı üçün əslində burada biz bunun ikisini də götürə bilərik. Bəli, götürək. Yosunların dördüncü mərhələsi qoca dağ olur. Bu Appalaçdır. Qar xəttindən yuxarıda Kordilyer yerləşər. Daha soyuqdur. Qədimdir Appalaç. İki yarım kürədə yerləşir. İkisi də çünki bunların yerləşdiyi materik elə bütövlükdə iki yarım kürədədir. Cavab E variantı. Tiyan-Şan Altay Sayan dağları geoloji cəhətdən qədim olmalarına baxmayaraq hündür olmaları ona görədir ki, alt qışqından yenidən fəallaşıblar. Tiyan-Şan dağlarının geoloji cəhətdən qədim olmasına baxmayaraq seismikliyin müşahidə olunması yenə də alt dağına gəlmədən yenidən qalxması. Mezoi arasında yaranan dağlar Verxanski, Çersk. Kaledon və Hersin dağı. Burada Skandinaviya Kaledon Hersin Atlas Alpdır. Antarktis, Skandinaviya Kaledon Hersin, Kordilyer həm Mezoi həm Alp, Qafqaz Alp, Pamir Karpat Alp. Kaledon Hersin Paleozoyda baş verir. Hansı dağ sistemləri Alp qırışıqlığı zamanı əmələ gəlib? Savan dağları seçməli. Yerə Krım, Kopet, Atlas, Ant. Tiyan-Şan qocadır, Ural qocadır, Appalaç qocadır, Ural qocadır. Alp dağlarına aid xüsusiyyət. Qədim deyil, cavandır, Kaynozoyda yaranıb, Baykal deyil, Alp qırışıqlığıdır, Qərbi Avropanın ən yüksək zirvəsi olan Mont Blanc buradadır. Atlantik Şimal Buzlu Okean arasında su ayrıcı deyil. Dağ turizmi güclü inkişaf edib, bəli, İsveçrə, Avstriya dağ turizmi. C variantı. Alp, Kaynozoy, Kap olmaz, Appalaç olmaz. Mezoyda baş verən qırışıqlıq Kimmeridir, Baykal olmaz. Kaledonda Kaledon hansı dövrdədir? Paleozoy dövründə. Ona görə Pamir, Kimmeri, Paleozoy variantını seçirik. Xəritə sxemində rəqəmlər göstərmiş dağ sistemlərinin qırışıqlıq mərhələsi. 1 Verxayanskidir, Kimmeri. 2 böyük su ayrıcıdır, Kaledon. 3 Atlasdır, Alp. Kaledon hertzində, yəni böyük su ayrıcı ikisi də ola bilər. Kaledon hertzin bir yerdə gedir. Verxanski Avrasiya materikindədir, Mezoy yaşlıdır, Kimmer qırışıqlığıdır, düzdür. Appalaç Şimali Amerikada Kaynozoy yaşlı deyil, Paleozoy yaşlıdır. Atlas Afrikada Paleozoy yaşlı deyil, Kaynozoy yaşlıdır, Ark qırışıqlıdır. Ant Cənubi Amerikada Paleozoy yaşlı deyil, Kaynozoy yaşlıdır. Pamir Avrasiyada Kaynozoy yaşlı, Ark qırışıqlığı daha doğrudur. Paleozoy arasında Kaledon qırışıqlığı baş verib, Altay dağı yaranıb, amma Altay Afrikada yerləşmir, Avrasiyada. Paleozoyda Hersin qırışıqlığı baş verib, Ural dağları yaranıb və o da Avrasiyada yerləşir. Mezoyda Kimmer qırışıqlığı baş verib, amma Appalaç Kimmerdə yaranmayıb, Kaledon Hersində yaranıb. Kaynozoyda Alp qırışıqlığı baş verib, Atlas dağları yaranıb, Atlas dağları da Afrikadadır. Doğrudur. Mezoyda baş verməyib Kaledon, bunu birbaşa atırıq. Paleozoyda baş verib. Xəritə sxeməsindən AB xətti üzrə coğrafi obyektlərin geoloji yaşı. Bura Pamir dağlarıdırsa, bura ə, cavan olacaq. Deyir, Orta Sibir Paleozoy, Paleozoydan əvvəldir, qədim platformadır. Merxayanski Mezozoy düzdür, Tiyan-Şan Paleozoy düzdür, Pamir Kaynozoy düzdür, elə B variantıdır. Orta Sibir Paleozoy olar, amma Sayan Kaynozoy olmaz. Çerski Mezozoy olar, Baykal ətrafı Kaynozoy olmaz, Baykaldır. Qərbi Sibir Proterozoy olmaz, çünki cavan platformalı cavab B variantı. Xəritə sxeməsindən AB xətti üzrə coğrafi obyektlərin geoloji yaşı. Böyük Xinqan Paleozoydu, Kaledon Erçin, Altay Paleozoydu, Kaledon Erçin, Ural Paleozoydu, Kaledon Erçin, elə cavab A variantıdır. Böyük üçün Mezozoy deyil,
Hindikuş paleozoy deyil, cavandır. Skoytari mezozoydur. E, Kopetdağ da cavandır. Kaynozoid. Sırasın qədim dağlar. Qədim dağlar 1 Appalaç, 3 Skandinaviya, 6 Əjdaha. 4 Atlas cavandır, 5 Alp cavan, Karpat cavandır, 2 Alp cavan. Cavan dağlar. Cavan dağlar deyirsə Ant 5, 6 Atlas, 2 Himalay. Ural qocadır, Kap qocadır, Böyük Sahəcik qocadır. Karadon Erçin Appalaç 6, Ural 1, Böyük Sahəcik 3, Himalay Alpdır, Atlas Alpdır, Ant Alpdir. Kulunun Kaynazoid deyil, Mezozoidur. Bu gedir. Mezozoik Kordilyerin Qayalı Dağları Kimmer doğrudur. Paleozoida Böyük Fingal Hertz doğrudur. Paleozoy ortası bir paleozoydan qabaqdır. Qoca platformadır. Appalasla paleozoidadır. Cavab elə 2-3 olur. Atlas Kaynazoidu Alp yaşlıdır. Doğrudur. Mezozoy Verxayanski Kimmer doğrudur. Paleozoy Appalat Hertzin olar. Bunu da doğru götürə bilərik əslində. Proterozoid Çin Koreya Kimmer. Kimmerin proterozoidda nə işi var? Mezozoiddadır. Kaledon, Arxey, Arxeydə Kaledon olmayıb, Paleozoid olur. Kopet dağ cavanda, cavan dağlar 3-cü mərhələ olur. Qocalar 4 olur. Appalaç qədimdir, 1 yox, 4 olmalıdır. Ant cavandır, 4 yox, 3 olmalıydı. Qafqaz cavandır, 3-cü mərhələ. Atlas qədim deyil, Ural qədimdir, 4-cü mərhələ. 1, 4, 6. Atlas cavandır. Üçüncü mərhələ Altay qədimdir. 4 olmalıdır. Piriney cavandır. 3. Skandinaviya qədimdir. Cavan yazıb. Dekan qədimdir. 4-cü mərhələdədir. Cavanlar 1 yox. 3-cü mərhələdə olur. Cavab 2, 3, 5. Yox, 1, 1, 3, 5. Bizdən səhv istəyir. 1, 3, 5 yox. Səhv olan 2, 4, 6-nı götürmək. Paleozoy arasındakı qırışıqlara aid olmayan. Paleozoyda Kaledon Hertzin, Baykal. Deməli biz burada cavanları seçməliyik. 3 Ant Alp, 5 Atlas Alp, bir də 1 Kordilyerin sahəsi Alp. 1, 3, 5. Paleozoy Kaynozoy İranda baş vermiş uyğun hadisələr. Apalaç Ural Paleozoy yaşlıdır. Buzlaşma 4-cü dövrdə Kaynozoyda baş verir. Pertsin Paleozoy yaşlıdır. Verxanski Çerski Mezozoyda heç birinə aid deyil. Alp Kaynozoyda baş verir. Kimmer qırışıqlı Mezozoy, Tetsokan Kaynozoyda parçalanıb, Psixotali Mezozoy, Pangea qurusu parçalanıb Paleozoyda, Gondwana materikində buzlaşma baş verirsə, bunu biz heç yerə götürməyəcəyik. Belə bir məlumat yox. Son suala baxırıq. Böyük Xinqan böyük su arzı Hersin yaşlıdır. Psixotali Kimmeridir. Qayalı dağlar Kimmeridir. And Atlas Alpdir. Pamir Karpat Alp. Bu qədər uşaqlar. Davam gəlmədə bitdi. Növbəti videoda görüşək.